Salam uşaqlar. Demək bizim növbəti videomuz üçbucağın elementləri, median, tənbölən hündürlüyü haqqında olacaq. Demək üçbucağın medianı hər hansı bir təpəsindən çıxıb digər tərəfin ortasını birləşdirən, yəni tərəfi yarıya bölən düz xətt parçasına median deyilir. Hər hansı bir təpəsindən çıxıb qarşı tərəfin ortasını birləşdirən parçaya median deyilir. Demək, bir üçbucağın 3 dənə medianı var və həmin medianlar bir nöqtədə kəsişir və həmin nöqtə üçbucağın daxilində yerləşir. Demək, üçbucağın medianları kəsişir. Kəsişmə nöqtəsindən təpədən başlayaraq 2:1 nisbətində bölünür. Bu medianın xassəsidir. Demək, təpədən başlayaraq 2:1 nisbətində bölünür. Baxın, təpədən başlayaraq 2:1 nisbətində bölünür. Üçbucağın medianları kəsişir. Kəsişmə nöqtəsindən təpədən başlayaraq 2:1 nisbətində bölünürlər. Bu üçbucağın medianlarının xassəsidir. Və üçbucağın, məsəl üçün, belə bir üçbucaq çəkirəm. Məsəl üçün, buradan bir dənə xətt çəkirəm. Bura mediandır, yazıram 3. Bura bir də xətt çəkirəm. Bura yazıram 4. Buradan da bir xətt çəkirəm, yazıram 5. Və deyirəm ki, üçbucağın perimetrini tapın. Medianların çəkmişəm və bu hissələri də vermişəm. Deyirəm, perimetrini tapın. Demək, median tərəfi yarıya böldüyünə görə bura 3-dürsə, burada 3-dür. Bura 5-dirsə, burada 5-dir. Bura 4-dirsə, burada 4-dür. Onda perimetr bərabərdir. 6-ın üstünə 8, üstəgəl 10. O delir 24. Demək, üçbucağın perimetri oldu 24. Və üçbucağın 3 dənə medianı var dedik. Bu A tərəfinə çəkilmiş median olsun. Bura A tərəfidir. Bu B tərəfinə çəkilmiş median olsun. Bu da C tərəfinə çəkilmiş median olsun. Üçbucağın hər hansı medianı, məsəl üçün A təpəsinə çəkilən median olacaq. Tutaq ki, bir MA olsun. B tərəfinə çəkilən median olsun MB. C tərəfinə çəkilən median CM olsun. Demək, hər hansı bir medianı götürürəm. Median bərabərdir B tərəfinə çəkilmiş median. 2-1 kök altda, yəni 2C kvadrat üstə gəlsin 2A kvadrat çıxılsın hansı tərəfə çəkilibsə onun kvadratından. İndi buradan MA bərabərdir 2-1 kök altda, A tərəfinə çəkilə baxır, olacaq 2B kvadrat üstə gəlinsin 2C kvadrat çıxılsın A kvadrat. Üçüncü median MC medianı bərabərdir 2-1 kök altda 2B kvadrat üstə gəl 2A kvadrat çıxılsın C kvadrat. Və bu medianların tapılmasında ən vacib məqamlardır, ən vacib düsturlardan biridir. Bu medianın tapılmasıdır. Və üçbucağın dedik medianları kəsişir. Bu mərkəz üçbucağın xaricinə çəkilmiş çevrənin radiusudur və bu üçbucağın daxilində yerləşir. Bu medianların xassəsidir. Tutaq ki, median çəkirik, yenə median.
olur A, B, C. Bura olsun. Tutaq ki B1. Bura olsun. Daha doğrusu C1. E yazaq. E. Bura olsun D. Burada olsun K. Medianlar O nöqtəsindən kəsişirsə, biz dedik ki kəsişir. Onda BO bölünsün OK bərabərdir 2-nin 1-ə nisbəti. Medianın xassəsinə görə. BK bölünsün BO, BK hamısı 3-ün BO-ya nisbəti 2-yə. Sonra BK bölünsün OK bərabərdir 3-ün 1-ə nisbəti. Bu bütün medianlar üçün ödəyir. Ona görə ki, median təpədən başlayaraq 2-1 nisbətində bölünür. Məsələn, mən yazıram ki, AO bölünsün OD bərabərdir 2-yi 1-ə bölünür. Sonra yazıram AD bölünsün OD, baxın, AD bölünsün OD 3-ün 1-ə nisbəti. Sonra yazıram mən AD bölünsün AO. O da bərabərdir 3-ün 2-yə nisbəti. Sonra gəlir CO bölünsün OE. Bərabərdir 2-nin 1-ə nisbəti. Sonra CE bölünsün OE bərabərdir 3-ün 1-ə nisbəti. Sonra CE bölünsün OC bərabərdir 3-ün 2-yə nisbəti. Medianın tərəflərinə, bir medianla, bax mediandan 3 dənə əlamət, 3 dənə nisbət yazmaq olur. Bu test tapşırıqlarında bu cür suallar var deyə mən bu xüsusi qurğuladım ki, ola bilsin ki, uşaqlar mən yazanda mən sizin O yazıram, siz testdə sizin qarşınıza M hərfi də çıxa bilər, G hərfi də çıxa bilər. Yəni orada heç bir hərfin əhəmiyyəti yoxdur. Əsas bu xassələrdir. Və ikinci əsas xassə üçbucağın tənbüləni. Bir üçbucağın hər hansı təpəsindən çıxıb və təpədən çıxdığı bucağı yarıya bölən düz xətt parçasına tənbülən deyilir. Məsəl üçün, üçbucağın hər hansı təpəsindən çıxıb, çıxdığı təpəni yarıya bölən düz xətt parçasına tənbülən deyilir. Demək, üçbucağın hər hansı təpəsindən çıxıb, çıxdığı təpədəki bucağı yarıya bölən düz xətt parçasına tənbülən deyilir. Üçbucağın 3 dənə tənbülənləri var. Tibucaqlı üçbucaqda tənbülənlər kəsişir və kəsişmə nöqtəsi üçbucağın daxilinə çevirənin mərkəzidir. Baxın, bir nöqtədə kəsişir. Hamısı da, baxın, bu bir nöqtədə kəsişir və bu olur üçbucağın daxilinə çevirənin radiusudur. Və ən məşhur düsturdur bu. Bütün tapşırıqlarda, testlərdə, ondan imtahanda, buraxılış imtahanına düşən momentdir ki, tənbülənin hər hansı bir xassəsidir. Bura A-dır, bura B-dir, bura M-dir, bura da N-dir. A bölünsün M bərabərdir B bölünsün N-ə. Baxın, A bölünsün M bərabərdir B bölünsün N-ə. İndi və ikinci xass, A bölünsün B bərabərdir M bölünsün N. Eyni şeydir. Tənbülən hər hansı bir çəkildiyi tərəfi digər tərəflərlə mütənasib hissələrə bölür. Məsəl üçün, tənböləndir. Bura 3-dür, bura 9-dur, bura 15-dir, deyir, buranı tap. 10 da 9-un 3-ə nisbəti bərabər olmalıdır 15-in x-a nisbəti. 9x bərabərdir 3 vurulsun 15-ə. X da bərabərdir 3, 15-ə və 45-i 9-a böləndə 5. Demək, burada 5 imiş.
Demək, üçbucaqdan, məsəl üçün, tənbülənlər. Tənbülənin xas hissəsidir, həm də tənbülənin düsturu var. Demək, tənbülən bəs niyə bərabərdir? Bu tənbülən olsun, bura A olsun, B olsun, M və N. Demək, tənbülən bərabərdir, L bərabərdir. Kök altda A vurulsun B, çıxılsın M vurulsun N. Bax, bu tənbülənin düsturudur. Və üçbucağın daxili bucaqları, üçbucaq verilir və onun daxili bucaqları, tənbülənləri arasındakı bucağı tapılır. Məsəl üçün, belə bir bucaq verir. Deyək, bura alfa olsun. Alfa, burada betadır. Bucaq A, B, C də bunun tərəfləri və bunlar tənbüləndir. Bax, bunlar tənbüləndir. Daxili bucağın tənbülənidir. Daxili bucaqların tənbülənləri alfa bərabərdir 90 dərəcə üstəgəl beta böl 2-yə. Yəni, burada alfa bərabərdir 90 üstünə bunun yarısını gələcək. Daxili bucaqların tənbülənlərinin düsturuna görə. Bəs xarici bucağın tənbüləni düsturu, məsəl üçün, hər hansı üçbucaqdır, onun xarici bucağının üçbucaqdır və onun xarici bucaqlarının tənbülənləri arasındakı, məsəl üçün, üçbucaq, tutaq ki, bura alfadır da, xarici tənbülən arasındakı bucaqdır, burada betadır. Onda alfa bərabərdir 90 dərəcə, çıxılsın beta böl 2 düsturu ilə hesablanır. Bu da üçbucağın tənbüləni haqqında və bir də üçbucağın hündürlüyü var. Hündürlük nədir? Üçbucağın hər hansı bir təpəsindən çıxıb, qarşı tərəfə endirilmiş perpendikulyara hündürlük deyilir. Yəni, təpədən çıxıb qarşı tərəfə endirilmiş perpendikulyara hündürlük deyilir. Baxın, itibucaqlı üçbucaqda, istənilən üçbucaqda 3 dənə hündürlük çəkmək olar. İtibucaqlı üçbucaqda bu hündürlüklər kəsişir. Kəsişmə nöqtəsi üçbucağın daxilinə düşür. Baxın, üçbucağın 3 hündürlüyü var. Üçü də bir nöqtədə kəsişir. Və bu itibucaqlı üçbucaq olduğunda bunun hər 3 hündürlüyün kəsişdiyi nöqtə daxilə düşür. Məsəl üçün, belə bir düsturlar da var. Düzdür, onlar 9-un buraxılışına o qədər gəlməz. Amma 11-ci sinifin buraxılışına mütləq yəqin ki, belə tipli misallar gələr. Uzun hündürlüklərin demək, buradan P bərabərdir. Bax, P bərabərdir. Daha doğrusu P vurulsun. P üstəgəl Q, yəni hamısı bərabərdir. N vurulsun. M üstəgəl N. Sonra M vurulsun. M üstəgəl N bərabərdir. Demək, Y vurulsun. Y üstəgəl U-ya. Sonra U vurulsun. V üstəgəl U bərabər olacaq. P vurulsun. P üstəgəl Q-yə. Bu da hündürlüklər haqqında olan qaydadır. Bunlar hündürlüklərdirsə. Demək, itibucaqlı üçbucağın hündürlüyü belə olur. Bəs düzbucaqlı üçbucağın hündürlüyü? Düzbucaqlı üçbucağın hündürlüyü, bax, onların tənbülənlərin kəsişmə nöqtəsi, hündürlüklərin kəsişmə nöqtəsi bax, düzbucaq təpəsinə düşür. Bu bir hündürlükdür, bu da bir hündürlükdür. Üçüncü hündürlükdə təpə nöqtəsinə çıxır. O da düzbucaq təpəsindən çəkilmiş hündürlükdür. Demək, düzbucaqlı üçbucağın hündürlüklərin kəsişmə nöqtəsi üçbucağın təpə nöqtəsinə düşür.
Kör bucaqlı üç bucaqda isə baxın kör bucaqlı üç bucaqda baxın hündürlük. Bunun hündürlüyü bax çək uzantısı budur. Gəlir belə. Sonra bunun hündürlüyün uzantısı gəlir belə. Sonra C-nin hündürlüyün uzantısı. Bax bura olur medianların bağışlayın. Hündürlüklərin kəsişdiyi nöqtə. Demək nəyə düşür? Daxilə düşür. Gəlin bu kör bucaqlı üç bucağı daha dəqiq çəkəyin. Tutaq ki, belə bir üç bucaqdır. Bayaq səliqəsiz çıxdı. İndi mən adamı səliqə ilə çəkeyim. Baxın bu kör bucaqlı üç bucaqdır. Bu kör bucaqlı üç bucaqdır. Demək hündürlüyün biri budur. Demək buradan uzantıyı çəkirəm. Gəlir bura. Bu birisi üç bucağın hündürlüyünün də bax buradan belə çəkirəm hündürlüyün. Bax onun tərəfinin uzantısı bax budur. Bu da hündürlükdür. O birisinin hündürlüyü də bax belə buradan gəlir bax belə. Demək burada hündürlüklərin kəsişdiyi nöqtə xaricə düşür. İstənilən üçbucaqda hündürlükdən fərqli olaraq medianlar da, tənbölənlər də həmişə üçbucağın daxilində kəsişir. Bir hündürlük deyilsə, digərləri median və tənbölənin kəsişmə nöqtəsi üçbucağın daxilinə düşür. Bir dənə üçbucaqda hündürlükdür ki, körbucaqlı üçbucaqda daxilinə düşmür. Bir üçbucaqda bir təpədən həm median çəkə bilərəm, həm hündürlük çəkə bilərəm. Bu oldu hündürlük. Buradan da tənbölən çəkə bilərəm. Bir dənə də median çəkə bilərəm. Bu tənböləndir, bu da mediandır. Demək, ən uzun olur median, sonra tənbölən, sonra hündürlük. Demək, onda H kiçikdir tənböləndən, o da kiçikdir mediandan. Və bu bərabərlik ödəyir. Hündürlüklər dedik ki, düz təpədən endirilmiş perpendikulyardır. Məsəl üçün, biz bir təpədən dedik median, tənbölən, hündürlük də çəkə bilərik. Və ixtiyari üçbucaqda bir təpədən çəkilmiş hündürlük və ixtiyari üçbucaqdır. Bir təpədən çəkilmiş hündürlük və median arasında bucaq, bura alfadır, bura betadırsa, elə medianla hündürlük arasında bucaqdırsa, alfadan betaya çıxırıq, bərabər olur buradakı bucağa, x bucağa. Əgər medianla hündürlük arasındadırsa. Əgər orada tənbölən sözü varsa, həmin iti bucaqları yarıya bölür. Yəni, medianla tənbölən arasında bucaq, iti bucaqlarının nəyinə bərabərdir? Fərqinin yarısına bərabərdir. Medianla, baxın, medianla hündürlük arasında bucaq deyəndə, elə bucaqları çıxırıq da yarıya bölmürük. Amma tənbölən sözü varsa, tənbölənlə hündürlük, tənbölənlə median arasında bucaq deyirsə, biz bunu mütləq çıxıb ikiyə bölməliyik. Bir də üçbucaqda orta xətt var. Üçbucağın hər hansı tərəflərinin ortasını birləşdirən üçüncü tərəfə paralel olan düz xəttə orta xətt deyilir. Üçbucağın hər hansı tərəfinin ortası ilə ortasını birləşdirən üçüncü tərəfə paralel olan düz xəttə orta xətt deyilir. Məsəl üçün, bir başqa da orta xətti belə də çəkə bilərəm. Bax, belə. Bura B-dirsə, bura 2B olur.
Bir başqasını da çəkə bilərəm. Məsəl üçün, bura C-dirsə, bura 2C olur. Demək, orta xətt hər hansı tərəfin ortasını birləşdirən və üçüncü tərəfə paralel olan düz xəttdir. Və orta xəttin xassəsi var ki, orta xətt paralel olduğu tərəfin yarısına bərabərdir. Orta xətt paralel olduğu tərəfin yarısına bərabərdir. Məsəl üçün, bir üçbucaqdır. Ona 3 dənə orta xətt çəkmək olar. Baxın, bura A-dır, onda bura 2A-dır. Bura B-dir, onda bura 2B-dir. Bura C-dirsə, onda 2C-dir. Perimetr. Baxın, balacanın perimetri bərabərdir. Böyüyün perimetri böl 2. Həqiqətən 2C üstəgəl 2B üstəgəl 2A bərabərdir. 2-ni mötərizə xaricinə çıxartsam, C üstəgəl B üstəgəl A. Baxın, bu ortadakının perimetridir. Böyüyün perimetrini tapasın, 2-yə vuracam. Demək, üçbucağın hər hansı orta xətti veribsə, digər tərəf, ona paralel olan tərəf orta xəttin 2 müslinə, yəni orta xəttin 2 müslinə bərabərdir. Perimetrin verirsə, digərinin perimetrini tapsa, əgər orta xəttin perimetrini veribsə, 2-yə vuracaq. Yox, üçbucağın özünün perimetrini veribsə, bunu 2-yə böləcək. Məsəl üçün, üçbucaq verilib və onun tərəflərinin orta nöqtəsini birləşdirməklə alınan üçbucağın perimetri 10 cm-dir. Onda böyük üçbucağın perimetrini tap deyəndə onu vuracam 2-yə, bərabər olacaq 20 cm. Baxın uşaqlar, bu günlük dərsimiz bu qədər. Sağ olun, növbəti dərsə qədər.